Salamlar, vaxtınız xeyir olsun. Biz bu 7-ci sinif coğrafya kitabından bölmə 1.2 turistlər ciz xəritəsini istifadə edə bilərmi mövzusunu sahına baxacağıq. Gəlin vaxt itirmədən mövzuyla tanış olaq. San Fransisko şəhəri ABŞ-ın qərb sahilində Sakit Okean və San Fransisko körfəzi arasındakı eyni adlı yarımadada yerləşir. Şəhər müxtəlif xalqların çoxluğu, zəngin turizm obyektləri, müasir şəhər infrastrukturu tanınır, məşhur turizm məkanıdır. San Fransisko Turizm Departamenti interaktiv xəritələr yaratmaq üçün CIS-dən istifadə edir. Gəlin bura qədər oxuduq, gəlin mətni təhlil edək. Dedik ki, San Fransisko mövqeyi hardadır, yəni nisbi mövqeyi. ABŞ-ın qərbindədir, Sakit Okeanla San Fransisko körfəzinin sahilində yerləşir və eyni adlı yarımadadır, yəni San Fransisko yarımadasında yerləşir. Baxın, mövqeyə baxın buradır. Daha sonra dedik şəhərdə müxtəlif xalqların çoxluğu, daha sonra zəngin turizm obyektləri olması, müasir şəhər infrastrukturu neyinir şəhəri, yəni şəhəri məşhur turizm obyektinə çevrilir, yəni turizm məkanına çevrilir. Daha sonra isə turizmi daha əlçatan olması üçün San Fransisko Turizm Departamenti nə edir? Yəni interaktiv xəritələr yaratmaq üçün CIS-dən istifadə edir. Yəni gördük ki, San Fransisko nə edir? Turizmni daha səmərəli istifadə etmək üçün CIS vasitəsilə interaktiv xəritələr yaradır. Daha sonra mətnə davam eləyək. Turistlərin maraqlarına əsasən rahat marşrut şəbəkəsi, muzeylərə səfər, restoran və otellərə CIS xəritəsində əks olunur. Eyni zamanda bu xəritələr vasitəsilə şəhərdə tullantılar yaranması, tıxacların və turizm ətraf mühitdə təsirini izləmək mümkündür. Baxaq görə burada CIS-in burada müsbət hallarından qeyd olunur və görək burada hansıları qeyd edeyim. Baxın, deyir ki, turistlərə əsasən rahat marşrutu təşkil olunması üçün, yəni muzeylərə, restoranlara, otellərə rahat getmək üçün CIS xəritəsində əks olunur. Eyni zamanda şəhərdə var, yəni çoxlu turist gəldiyi üçün tullantıların qarşısını alır, tıxacların qarşısını alır, ətraf mühiti necə deyirlər, təsirini izləməyə imkan yaradır. Daha sonra baxın burada belə kiçik məlumat verib. Bu xəritələr San Fransiskoda yaşayanlara yanaşı turistlərin də şəhərdə rahat istifadə etmələrini təmin edir. Yəni bu xəritələrdən, yəni təkcə turistlər deyil, həmçinin şəhər əhalisi istifadə edir. Baxın burada qeyd olunur. Baxın şəhərdə yaşayanlar və turistlər bu xəritələrdən rahatlıqla istifadə edə bilir. Mətni oxuduq, gəlin indi sualları cavablandıraq. Baxın, bizə belə bir sual verilib, fəaliyyət sualları verilib. A şəklinə görə San Fransisko şəhərinin coğrafi mövqe baxımından əlverişli cəhətlərini və ya xüsusiyyətlərini sadalayın. Gəlin sadalayaq. Dedik ki, San Fransisko harda yerləşir? ABŞ-ın baxın, harda yerləşir? ABŞ-ın qərbində, Sakit Okean sahilində və San Fransisko körfəzində yerləşir. Yəni liman şəhəridir. Okeana birbaşa çıxışı var. Yəni dəniz sahili mövqeyi var. Yəni bu oldu nə? San Franciskonun mövqeyinin müsbət cəhətləri. İkinci tapşırığa baxaq. B şəklindəki yaradılan layihələr nə üçün fərqli məlumatlardan ibarətdir? Siz turist olsaydınız hansı layihələri əlavə etmək istərdiniz? Burada baxın, B-yə baxırıq. Görürük ki, ərazi verib, sonra ərazinin yolları, binaları, bitki və su hövzələri, restoranları, muzeylər, təbii ərazi və otelləri verib. Yəni bunlar hamısı bir-birindən fərqli obyektlərdir və hər birinin yerini bilmək üçün müəyyən layihələr yaratmaq lazımdır. Bəs biz turist olsaydıq hansı layihələri əlavə eləyərdik? Biz bura əlavə eləyərdik ki, məşhur binaları, sonra San Fransisko'nun təbii görməli yerlərini, daha sonra bura əlavə eləmək olardı əyləncə mərkəzlərini və digər əraziləri bura əlavə etmək olardı. Daha sonra üçüncü tapşırığa baxaq. C şəklinə əsasən sualları cavablandıran. A-da deyir ki, şəkildəki prosesi nə təhlil edir? Şəkildəki proses CIS prosesini bizə göstərir. Yəni interaktiv xəritənin yaradılması necə yaradılır? Baxın, turizm agentliyi və mütəxəssislər tərəfindən turizmə aid əraziyə aid məlumatlar toplanır, inteqrasiya edilir və xəritə yaradılır və bunun nəticəsində turistlər istifadə edir. Yəni xəritədə otel, muzey, zoopark, restoran kimi yerlərdə öz əksini tapır. B təsviri C şəklində hansı isə uyğun gəlir? B təsviri, baxın, burada CIS-in layihələrdir. CIS-in layihələrdə, baxın, burada inteqrasiya mərhələsinə uyğun gəlir. Burada da, baxın, turizmin data və CIS dataları. Belli ki, layihələr özü də datanın tərkibə daxildir. Buna görə də oldu burada bizdə olacaq inteqrasiya mərhələsi daxil olacaq. Sonra
Sizcə X şəklindəki istifadəçi kim ola bilər? Baxın, istifadəçi baxın budur. Sizcə hansı ola bilər? Məsələn, turizm agenti ola bilər, müdir ola bilər, hər hansısa bir mütəxəssis ola bilər. Yəni bu da oldu C tapşırığının cavabı. Daha sonra gəlin biz dəyərləndirmə tapşırıqlarını yerinə yetirək. Baxın, deyir ki, birinci tapşırıqda deyir ki, kapitan dəniz vasitəsilə yüklərini daşımaq üçün gəminin hərəkət etdirmək istəyir. Bu zaman o sahil dağlarını gördü və gəmi hərəkət etməyə tərəddüd etdi. Kapitana kömək etmək üçün aşağıdakı suallara cavab verin və ciz xəritəsini hazırlayın. Yəni bizə kapitana kömək eləməyimizi istəyir. Yəni gəmi hərəkəti zamanı sahil dağlarında güclü küləklər görür. Yəni dağların çox güclü olduğunu görür. Bu zaman kapitan tərəddüd edir. Biz kapitana kömək eləməliyik. A tapşırığında deyir ki, mətnə əsasən gəmi kapitanının hansı növ ciz xəritə hazırlamaq lazımdır. Baxın, burada görürük ki, sahil dalğalarının hündürlüyü göstərilir. Bu zaman biz hansı xəritədən istifadə eləməliyik? Təbii ki, iqlim xəritəsindən istifadə eləməliyik, iqlim və atmosfer xəritəsindən istifadə eləməliyik. Çünki dalğalar küləklər vasitəsilə yaranır. Bu nəticəsində də yəni biz həmin ərazinin iqlimini, daha sonra gündəlik atmosfer hazırlaya bilməliyik ki, biz kapitana kömək edə bilər. Bizə burada olacaq atmosfer və iqlim xəritəsi. Daha sonra B-yə baxaq. B-də deyir ki, ciz xəritəsini hazırlamaq üçün hansı ləvazimatlar olması mütləqdir. Baxın, ciz xəritəsi hazırlamaq üçün cisim demişdik ki, 5 elementə var. Bu elementlər vacibdir ki, biz ciz xəritəsini hazırlayaq. Elementlər hansılardır? Kompüter avadanlığı idi. Daha sonra bizdə ciz proqramları idi. Daha sonra bizdə oldu mütəxəssislər. Sonra oldu bizdə datalar və metodlar. Yəni bizdə bunlar mütləq şəkildə olmalıdır ki, biz ciz xəritəsini yaradaq. Yəni bir təkrarlayaq, hansılar oldu? Baxın, kompüter avadanlıqları, ciz proqramları, mütəxəssislər, datalar və 5-ci də oldu bizdə metodlar. Metodlarda var idi, zonlama, statistik, sonra ayrı fotoşəkil kimi metodlarda var idi. Daha sonra C-yə baxaq. A şəklinə əsasən hava şəraitinə aid ciz xəritələri tərtib etmək üçün rəqəmlər hansı məzmunlu layları bildirir? A şəklindəki şəkilə əsasən hava şəraitində tərtib etmək üçün rəqəmlər hansı məzmunlu layları bildirir? Baxın, bizə burada birdə deyir ki, baxın, birdə olacaq hansı şəraiti bildirir? Baxın, bizdə birdə olacaq limanın, baxın, liman obyektləri, 2-də olacaq bizdə hava, 3-də olacaq bizdə küləyin gücü, 4-də olacaq, baxın, bizdə su obyektləri, 5-də olacaq bizdə relyef, 6-da olacaq interaktiv xəritə. Bizə lazım olacaq, baxın, hava, yəni 2 və bir də lazım olacaq bizdə külək 3. 2 və 3 bizə lazım olacaq. Bu layların yığılması üçün nə lazımdır? Bu layların yığılması üçün təbii ki, bizə ərazi haqqında məlumatlar lazımdır. Yəni ərazinin temperaturu, relyefi, daha sonra dedik ki, su obyektlərinin dərinliyi və digər mühüm məlumatlar lazımdır ki, biz bu layları tərtib edə bilək. Daha sonra Y-yə baxaq. Hava şəraitində aid başqa hansı məzmunlu xəritələr üzərində göstərmək istərdiniz? Başqa məsəl üçün biz donuşluq əraziləri göstərə bilərdik. Daha sonra yağıntıların miqdarını göstərə bilərik, temperaturu göstərə bilərik. F-ə baxaq. İnteraktiv ciz xəritəsində necə izah edərdiniz? Yəni, interaktiv ciz xəritəsini necə izah edərdiniz? Bilirik ki, layların ümumilikdə ayrı-ayrılıqda mənaları yoxdur. Onlar birləşərək bir interaktiv xəritə formalaşdırır. Bu nəticəsində hər bir layın xəritə üzərində öz mənası olur. Lakin dedik ki, layların ayrı-ayrılıqda, yəni biz onları istifadə edə bilmirik. Lakin onları xəritə üzərində topladığımız zaman biz məlumatları yerinə yetirə bilirik və biz o xəritədən istifadə edə bilirik. Bugünkü dərsimiz bu qədər. Video izləməyi unutmayın. Bu qədər. Təşəkkürlər.